Sizcə ölüm son nöqtədir, yoxsa yeni başlanğıcın maskası? İnsan ölümdən qorxur, yoxsa naməlumluqdan? İnsan naməlumluqdan qorxur. İnsan bilmir sonra nə olacaq. Amma həyatımıza baxanda görürük ki, hər bir mərhələnin bitişi həmişə yeni bir mərhələnin yaranması deməkdir. Bu möhkəm qaydadır. Biz orta məktəbi qurtaranda ağlayırıq. Balaca bir ölüm yaşayırıq. Eləcə ana bətnindən bu dünyaya gələndə də ağlamışdıq. Balaca bir ölüm yaşamışdıq. Nə vaxtsa bu bizim ürəyimizə və ağlımıza çatmalıdır ki, o böyük ölüm də başqa bir həyatın başlanğıcıdır, qapısıdır. Buna hazırlaşmaq lazım. Hər gün ölür və sən səhərə çıxırsan, yeni bir günə başlayırsan. Bunu 1000 dəfələrlə yaşayırsan ömründə. Günlər dəyişir və bunu yaradan da elə yaradıb ki, bu təkrar vasitəsilə də olsa insanın ürəyinə çatsın ki, dünənki günün ölümü yeni günün başlanğıcıdır. Ona görə ölüm, Quran da deyir ki, ölüm elə bu cürdür. Mənim qaydamda dəyişiklik görməzsiniz, deyir Allah. Ölüm həmişə yeni bir həyatın başlanğıcıdır. Ölür ki, insan dirilsin.